Gəncədə 72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalaraq faciəvi şəkildə ölüb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Həbib Hüseynov təmir işi görərkən qaldırıcı qəfil qırılıb. Maşının altında qalan Həbib Hüseynov hadisə yerindəcə həyatını itirib. Gəncədə piyadanın ölümü ilə nəticələnən qəza da baş verib. Belə ki, yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub. 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə ölüb. İlkin məlumata görə piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur. Baş vermiş faktla bağlı araşdırma aparılır. Məşhur Amerikalı aktyor Peter Green 60 yaşında vəfat edib. The New York Post xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb. Aktyor New Yorkdakı mənzilində ölü tapılıb, onun ölüm səbəbi hələ ki açıqlanmır. Qeyd edək ki, Green Kriminal Cinayət, Maska, Şübhəli Şəxslər, Mühasirə 2, Təlim Günü və digər məşhur filmlərdə rol alıb. Green daha çox mənfi rolların mahir ifaçısı kimi tanınırdı. Yanvar ayında o, Mickey Rourke'la birlikdə Maskotlar adlı filmin çəkilişlərinə başlamalı idi. Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən sabit qəbzdə regional əmsallarda 3%lik dərəcə 5%-ə, 5%lik dərəcələr isə 8%-ə qaldırılacaq. Bu barədə deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məsəkəçilik, eləcə də fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əmək haqqının 5% miqdarından 8%-ə qədər artırılır. Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3%-dən 5%-ə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində kənd və qəsəbələr daxil olmaqla 2, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda isə 1 əmsalından istifadə olunur. Abşeronda Azər İşıq Açıq Səhmdar Cəmiyyətinin əməkdaşını cəryan vuraraq öldürüb. Hadisə Mehtiyabad qəsəbəsində baş verib. Belə ki, 30 yaşlı Ülvi Məcidlini elektrik dirəyində təmir işi görərkən cəryan vurub, o elə hadisə yerindəcə həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma işlərinə başlanılıb.